Salam, hər vaxtınız xeyir olsun müəllimlər və müəllimliyə namizəd olan şəxslər. Məmməli Şəqəvil imtahanı 2026-cı ildə belə bir taksonomiya sualı düşmüşdü və bu sual da, yəni iki taksonomiya sualından biri də buydu, filologiya ixtisası üzrə. Yəni imtahanda iştirak edən müəllimlər də yəqin ki, bunu təsdiqləyərlər. Əgər səhv yazmısınızsa, izaha baxa bilərsiniz. Cümlə belədir, daha sonra situasiya belədir. Cümləni oxuyun. Yəni, sanki situasiyada şagirdə belə bir cümlə verilib. Əgər daha çox çalışsaydım, bütün işlərimi vaxtında bitirərdim. Cümlənin hansı situasiyanı ifadə etdiyini izah edin və kontekstdə, yəni kontekst vəziyyət. Vəziyyətə əsasən onun düzgün, real mənasını seçin. Verilən tapşırıq Bloom taksonomiyasının hansı mərhələsinə uyğundur? Burada bu sual o qədər də problem yaradacaq sual deyildi. Yəni imtahanda da bunu əksəriyyət yəqin ki, düz yazıbdı. Burada çaşdıran məqam ola bilər xatırlamaq. Niyə müəllim? Burada seçin sözü var. Seçmək sözü əsas etibarilə açar feildir. Xatırlamaqda amma belə bir variantımız da yoxdur. Burada dəyərləndirmə olası deyil. Burada təhlil saxlayıram. Tətbiq olası deyil. Yaratmaq heç deyil. Burada anlamaq və təhlil arasında qala bilərik. Burada cümlə belədir. Əgər daha çox çalışsaydım, bütün işlərimi vaxtında bitirərdim. Cümlənin hansı situasiyanı ifadə etdiyini izah elə. Yəni, deyir ki, bu cümlə nə ifadə edir, nəyi demək istəyir, nə mənaya gəlir. Və kontekstdə əsasən onun düzgün, real mənasını seç. Yəni, həmin o situasiyada, hansı situasiyada deyilibsə, həmin situasiyadakı vəziyyətinin düzgün variantını seçin və düzgün real mənasını seçin. Yəni, zaten səndən həm izah istənilir, həm də ki, hansı məqamda olduğu, hansı uyğun hal olduğunu seçməyi istənilir. Bu testin doğru cavabı olmalıdır. Anlamaq mərhələsi. Taksonomiya ilə bağlı suallardan biri də bu idi. Ümid edirəm faydalı oldu. Sağ olun.